Nəsə aydın olmazsa şərt bölümünde yazabilirsiniz, cevaplayacağım. İkinci sualımıza baxaq. İkinci sualımız keçən dəfəki suala bənzərdir. Orada məxrəclərin faktorialı idi. 2 faktorial, 3 faktorial buralarda, yəni məxrəcdə 2 faktorial, 3 faktorial, nəhayət n faktorial idi. Burada faktorial deyil. İndi deyir ki, cəmini hesaplayan proqramı müəyyən. Müəllimlər, biz öncə bunu hesaplayan proqramı while ilə də yaza bilərik, for ilə də yaza bilərik. Bunun üçün öncə ön şərtli dövrü algoritm vasitəsilə blok sxemini quracağım. Sonra modifikasiyalı dövrü algoritm vasitəsilə blok sxemini quracağım. Sonra hər biri üçün həm while-la, həm də for proqramlarını quracağım. İndi başlayaq. Demək, birinci yazacağım while ilə. İkinci for. Demək, müəllimlər, birinci baxırıq. Mən blok sxemini quracağım. Başlanğıc. N-i daxil edirəm. N-i daxil edirəm. Sonra müəllimlər, mən keçən izahda daha ətraflı izah eləmişdim. N-i, S-i, dövr dəyişənini. Burada ümumi qeyd edəcəm. Sonra cəmi özündə saxlayan, yəni S-i daxil edəcəm. S bərabərdir 0-a. Dövr dəyişənini i bərabərdir 1 daxil edəcəm. Sonra şərtimizi daxil edirik. Daha doğrusu şərt blokumuza yazırıq. Nə qədər ki, i kiçik bərabərdir n-dən, i kiçik bərabərdir n, çünki n-i də alır, n də daxildir. O zaman dövrün gövdəsini icra edəcəyik. S bərabərdir. S-in üzərinə nəyə gələcək? Baxaq ki, surət hər zaman 1-dir, yəni 1 olaraq qalıbdır, düzdürmü? Məxrəc dəyişir 2-dir, sonra 3-dür, sonra nəhayət 4-dür və s. Təki n-ə qədər, düzdürmü? O zaman yazırım 1 bölünsün i. Sonra da i-nin hər dəfə baxıb 2-dir, sonra 3-dür, sonra 4-dür. Bir vahid dövrün gövdəsini artırırıq. Maksimum çalışıram ki, sadə dildə deyək. i bərabərdir, üstəgəlsin 1. Sonra yenidən qayıdırıq şərtə və nəhayət bu həll olsun. Bu da yox. Yox olduqda S-i çap etmiş olsun. Düzdürmü? Bu oldu artıq ön şərtli dövrü algoritm vasitəsilə blok sxemi. İndi proqramını yazsaq, while vasitəsindən yazacaq. N bərabərdir int input. N-i daxil edirəm. 3, belə deyək, 5-dirmi, 6-dirmi, 7-dirmi və s. Sonra S bərabərdir 0-a. I bərabərdir 1-ə. Deyirəm ki, while, bu blok sxeminin sanki proqramını yazır. Düzdür? Sanki deyəndə ilə proqramını yazırıq. I kiçik bərabərdir n-dən, deyirəm hə. S bərabərdir, S üstəgəlsin 1 bölünsün i. Demək, i də bərabərdir, i üstəgəlsin 1. Nəhayət dövr şəkli yox deyəndə int S, yəni S-i çap edilir. Bu while vasitəsilə proqram, amma səhv etmirəmsə, qəbulda forla düşmüşdür. İndi bu blok sxemini quraq. Demək, başlanğıc, n-i daxil edirəm. N-i daxil edirəm. S bərabərdir 0-a. S bərabərdir 0-a. Demək. I bərabərdir 1-dən n-ə kimi. S bərabərdir, S üstəgəlsin 1 bölünsün 1. Və S-nin qiyməti çapılmış olur. Bu da modifikasiyalı dövrü algoritm vasitəsilə blok sxemi olmuş olur. Bunu da qeyd edim ki, məsəl üçün i belə olsa, deyək ki, 5-ə qədər deyirəm də, yenə 5 qiymətini verirəm. I bərabərdir 1-dən 5-ə qədər. Bilirik ki, i alacaq hansı dəyərləri? 1-i, 2-ni, 3-ü, 4-ü, nəhayət 5-i. İndi müəllimlər, bu proqramını qursaq, yəni for vasitəsilə yazıram ki, yəni n-i daxil edirəm. N bərabərdir int input. Sonra S bərabərdir 0-a. For i int range 1-dən n-ə qədər yazmıram. Çünki burada n olanda n sonuncu dəyəri götürülür. Amma proqramı yazanda 1-dən n plus 1-ə qədər.
Çünki axırıncı dəyəri götürmürük. Bu şəkildə qeyd edirəm. Sonra S bərabərdir. S üstə gəlsin. 1 bölünsün I. Nəhayət print S. S-i çap etmiş olur. Bu da modifikasiya dövrü algoritm vasitəsilə blok sistemi və for vasitəsilə də proqram. Bizə qəbulda bu şəkildə düşmüşdü, proqramda bu şəkildə olmalıydı, amma while vasitəsilə də proqramını bu şəkildə yazmaq olar.